Bir baxış milyon dollarlıq müqaviləni necə dayandırdı? Təsəvvür edin, iki beynəlxalq şirkət 14 aylıq danışıqlardan sonra nəhayət müqavilə imzalamaq üçün bir masaya oturub. Hər şey hazırdır. Hüquqşünaslar sənədləri masaya qoyur, qələmlər çıxarılır. Amma həmin an alıcı tərəfin rəhbəri bir saniyəlik qarşı tərəfin maliyyə direktoruna baxır. O da dərhal baxışını qaçırır. Heç kim bunu hiss etmir. Amma direktor sənədi bağlayır və deyir: "Bugün imzalamayacağıq." 2 həftə sonra məlum olur ki, şirkətin maliyyə hesabatlarında gizlədilən ciddi problem varmış. Sual budur. O bunu göz kontaktına görə başa düşmüşdü? Xeyr. O tək bir baxışa görə yox, həmin baxışın zamanına və kontekstinə görə qərar verdi. Davranış kodu. Heç vaxt bir jesti yox, jestin nə vaxt baş verdiyini analiz et.